Bu da küncüt əzməsidir, ağ küncütün əzməsi. Bu da dəyirmandır, yəni burada görürsünüz. Bu daş dəyirmandan küncütün əzməsi. Yəni küncütü əzmək üçün bir çox adamlar tahmin almaq üçün başqa aparatlar var. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizi Bakıxanovda yerləşən müalicəvi bitkisel otlar, məcunlar satılan Henna dükanından salamlayıram. Gördüyünüz bu Henna dükanında bir dəfə də olmuşdum. Sizin üçün qısa bir çəkiliş etmişdim. Videomuz 2 dəqiqədən biraz artıq olduğu üçün demək qiymətlər barəsində ümumi məlumat verə bilmədiyimə görə şərh bölümündə çoxlu suallar gəlmişdi sizin tərəfdən. Ona görə də istədim ki, bu dəfə uzun bir çəkiliş edim və qiymətləri də hamısını sizin nəzərinizə çatdırım. Kimyəvi dərmanlarla deyil, kim ki təbii otlarla, qarışımlarla, məcunlarla müalicə olunmaq istəyirsə, bu Henna dükanına baş çəkə bilər. Xüsusilə onu da qeyd etmək istəyirəm ki, dükanın sahibəsi özü Nisə xanım fitoterapevtdir və siz bura gələ bilərsiniz, öz problemlərinizi, öz xəstəliklərinizi deyə bilərsiniz Nisə xanıma, hətta öz analiz kağızlarınızı da gətirə bilərsiniz. Cavablara baxacaq və sizə təbii otlarla, qarışımlarla məcunlar düzəldib verəcək və bir sözlə sizi təbii bitkilərlə müalicə edəcək. Gördüyünüz kimi burada ləpələrdən hazır alınmış xalis, yəni soyuq sıxım yağlar var ki, bunlar da 1 litrlik şüşələrə əlavə olunur və insanlara təqdim olunur. Və görürsünüz, bu da hətta kətan toxumlarıdır. Kətan toxumunun da yağı çəkilir burada. Artıq qalıqlar bura tökülür, el arasında bunlara jımıq da deyilir və xalis öz yağı da görürsünüz, bura ayrıca bir qabın içərisinə əlavə olunur. Gəlirsiniz, oturursunuz, yəni gözləmə yerləri də var, gözünüzün önündə hamısı çəkilir və sizə təqdim olunur. Yağlar görürsünüz, süzülür, günəbaxan yağıdır bu, süzülür və 1 litrlik butulkaların içərisinə əlavə olunur və vitrinlərə yığılır. Kim istəyirsə gəlib, alıb aparır. Dəyərli izləyicilərim, videonu mütləq sona dək izləyin. Sonda ünvanı sizin üçün dəqiqliklə çəkmişəm, göstərəcəm. Dükanda olarkən də həqiqətən şahidi oldum ki, bitkisel məcunlardır, otlardır. Bunlara insanların tələbatı həddindən artıq çoxdur. Müştərilər də bol olduğu üçün fitoterapevtimiz Nisə xanımın vaxtı yox idi. Amma biz gözlədik və sonda Nisə xanımla söhbət edə bildik və bir neçə xəstəliklər barəsində suallar verdim. O da cavablandırdı və videonu izləyin, söhbətimizi sizə də təqdim edəcəm. Bu da adi quru çaydır. Bəli, Ceylon istehsalı çaydır, Ceylondan gəlir. Qiyməti neçədir bunun? Qiyməti 100 qramı 4 manatdır. Yəni bergamot falan yoxdur içində, tam ətirsiz çaydır. Bu çayın neçədir 100 qramı? Bu çayın 100 qram 5 manatdır, qarışıq çaydır. Darçın var, bitki meyvə qarışımları var, kimyəvi məhsul yoxdur içində. Tam təbii qara çayımız da var içində. Otlarla, bitkilərlə Bəli, bəli, melisa var, sakitləşdiricidir, ürək damara xeyirdir, aromatikdir. 100 qramı 5 manat. Bəli. Hazırda buradan mağazada gözünüzün önündə baxın çəkilir bu yağlar. Görürsünüz, zeytun yağıdır, təmiz, yəni sıxım zeytun yağıdır. 1 litri 18 manata da var. Burada 25 manata da var. Burada hamısı sirkələrdir, alma sirkəsidir, təmiz alma sirkəsi. 100% natural, baxın üzərində də qeyd 1 litri 10 manatdır. Sonra burada kivi sirkəsi, 1 litri 16 manat. Yəni aralamaq istəyənlər o kivi sirkəsindən ala bilər. Alma sirkəsidir, kivi sirkəsidir. Bir çox xəstəliklərdə də xeyirlidir. Heyva sirkəsi də var. 1 litri 15 manat. Sonra yuxarıda da var moruq sirkəsi. Sonra orada marinda sirkəsi var. 25 manata 1 litri. Adına göre biz onu bilebilmeyiz ya sen. Vallahi şirin. Bu da enginar sirkəsidir. İndi birazdan xanım da məlumat verəcək. Bunların xeyirləri haqqında. 25 manatdır 1 litri. Sonra burada abqora da var. Abqora da bəzi yeməklərimizdə də istifadə olunur. Çox xəstəliklərdə də təzyiqi yüksək olanlar üçün, ciyərləri, məsələn, piylənən insanlar üçün xeyirlidir. 1 litri 26 manatdır. Burada da hamısı soyuq sıxım, təbii yağlardır. Məsələn, baxın, bu qarazirə yağıdır. Mən özüm istifadə eləmişəm qarazirə yağından, soyuq sıxım. Çay tikanlı yağı var, kokos yağı var. Müxtəlif bitkilərin, görürsünüz, alaqanqal yağı, kətan yağı. Müxtəlif bitkilərin yağları var buradan, yəni istəsəniz əldə edə bilərsiniz. Acı ərik tumunun yağı, acı badam yağıdır, küncüt yağıdır, günəbaxan yağıdır. Hamısı soyuq sıxımdır.
Hatta baxın burada yuxarıda qoz yağı da var. Halis yəni qozdan çəkilmiş yağdır, nanə yağı var. Şam qozası bəhməzidir, 14 manatdır. Sonra belə bəhməzlər də var burada. Bəhməzidir. 380 qramlıq bankada 8 manat. Burada 1 litrlik bankalarda belə tut bəhməzləri var, 26 manat. 100% natural, təbiidir. İzləyicilərimizə təqdim etmək istəyirəm ki, Nisə xanım özü fitoterapevtdir və burada mağazalar var. Yəni bütün xəstələr bura müraciət edə bilər. İstənilən burada Nisə xanım hər vaxtınız xeyir olsun. Müalicəvi bitkilər haqqında izləyicilərə ətraflı məlumat vermənizi xahiş edirdim. Burada bilirəm ki, bayağıdan gözləyir. İnsanlar gəlir, öz xəstəliklərini deyirlər və onlara siz məcunlar da düzəldirsiniz burada, düzdürmü? İndi mən istəyirdim bilim ki, ürək qan damar məsələn xəstəliyindən əziyyət çəkənlər insanlar üçün hansı bitki məhsullarını məsələn məsləhət görərdiniz və ya məcunlar düzəldilir də burada hər xəstəlik damar sistemində. Burada artıq bu bitkiləri ayrı-ayrılıqda biz verə bilmərik. Burada məsəl üçün günbahar bitkisidir, kalendula, solma çiçəyidir, boyma dərəndir. Bax, bu limon burusudur, məsələn, bu xolesterini çox gözəl təsir edir. Ürək damara da koyulur, qan olduğu da ona görə. Və ancaq bunu biz tək vermirik. Orada bitki yığımları eləyirik və orada olur ki, anamnezə görə biz toparlayırıq xəstənin anamnezində yanaşı bir şeylər veririk. Həmin o bir şeylərdəki bir bitkidən asılı olur da, orada biz sirkədə verə bilərik, orada biz yağ verə bilərik, orada biz məsəl üçün, yeni dediyim kimi, esensial sularımız var, onları verə bilərik. Yəni, onlar tək bir bitki, məsəl üçün, indi hamımız yayılır ki, bamiyə toxum, revmatizmalar çox gözəldir, qıvırdaq gətiricidir. Yəni, bir bitki düzdür, faydası var, amma xəstəliyi tamamilə aradan götürmür. Yəni, o baxımdan bitkilərin düzü faydası çoxdur, həm düzgün istifadə etmək lazımdır. Yəni, ürək damarda bizim yığıntımız nə olur orada? Biz orada istifadə edirik. Zəncəfildən, yəni orada əgər yanlış xəstəliklər nəzərə alaraq, orada bizim limon otumuz var. Baxın, məhdi gündən orada istifadə edirik. Sonra orada çoban yastığından, həmin o bahar bitkisindən və limon otu limonatdır. Bax, bu çox gözəl bitki, həmin bu qan damar sistemində, həm də ki, və bunlara biz də bir qarışdırıb ginkgo biloba. Məcun hazırlayırsınız da bu bitkilərdən. Çay qarışması. Bəli, orada bizim qan damarda problem olanda bir görürüz ki, çətinə yağı veririk. Və orada olur ki, məsələn, yenə də biz orada xəstəliklə əlaqəli olaraq veririk orada alaqanqal yağı var. Yəni dediyim kimi, esensial sularımız var. Yəni vəziyyəti araşır. Orada mumya var. Mumya da natural qayalardan axan bir xam maldır. Yəni onun özü çox faydalıdır. Sağlam qaydada. Yəni elə olur ki, stəndə biz qoymuruq ki, pasientlərimiz getsin. Dedik ki, bunları eləyirsiniz. 2 aydan sonra heç stendlik gələnə gözləsəndə heç bir stendlik artıq problem yoxdur. Nisə xanım, bir də qaraciyər piyləməsindən əziyyət çəkən xəstələr üçün hansı qarışımdan, yaxud da bitki tərkibli dərmanlardan istifadə etməyi məsləhət görürsünüz? Bəli. Qaraciyər elə sevir ki, onu bitkisel daha müalicə etsək, daha gözəl nəticə verir. Və biz orada yenə də piyləmədən asılı olaraq, qaraciyər vəziyyətinə asılı olaraq biz mütəxəssis müayinəsinə baxırıq, simetriyə baxırıq, analiz müayinələrinə baxandan sonra nəticə veririk ki, orada biz nədən istifadə edirik. Məsəl üçün, burada altında verə bilərik, altın sirkəmiz, yenə də orada mədənin turşunu nəzərə alaraq biz onu veririk və bizim qaraciyər məcunumuz sonra alaqanqal yağımız var. Bakın, alaqanqal yağı. Bu da qaraciyər üçün piyələnmək üçün. Çox gözəl təsiri var bunun. Piyələnməni götürmür. Sadəcə olaraq qaraciyər toksinlərdən təmizlənməsinə yaxşı təsir göstərir. Qaraciyər piyələnməsinə gərək onu ardıcıl bir 4 ay, 5 ay qəbul edəsən ki, onu istədiyimizi bəlkə biraz alaq və burada bizim yenə çayımız var. Bu çaylardan biz
istifadə edirik, hansı ki, qaraciyər təmizlənməsində. Baxın, bu Həzm çayı. Bəli, bax, bu həzm çayımız, görürsünüz, burada gülünbahardır, çoban yastığıdır, qaratikan bitkisidir. Yəni, həm ödü yollarını təmizləmək üçün, həm də həzm sistemini yaxşılayır. Burada yenə də şəkər xəstələrindən biz verə bilərik. Eyni zamanda qaraciyər piyləməsi kimlərdə olur? Şəkərdən əziyyət çəkənlərdə də belə və ya qaraciyər piyləməsindən sonra mədə-altı vəzin yüksəlməsi və onun da fonunda şəkərin yüksəlməsi baş verir. Və onda məsələn biz bunu deyirik təcili yardım. Düzdür, müalicə deyil, bəli, abqora, amma təcili yardım. Məsəl üçün yemək yemişik, şəkərimiz qalxır və biz bu anda abqoradan istifadə edirik. O çox tez təsir edir. Məsələn, burada itburnu bitkimiz var. İtburnun özü vitamin C ilə zəngindir və eyni zamanda şəkər xəstələri, sonra qaraciyərində əziyyət çəkənlər, öd qovucu kimi biz itburnundan da istifadə edə bilərik. Düz itburnun istifadəsi də mütləq mütəxəssis rəyi ilə olmalıdır. Niyə? Çünki bu itburnun özündə çox qəbul etmək olmaz. Biz bilmirik yəni qanımız nə dərəcədir. Çoxmu qatı görür. Yəni onları nəzərə alaraq biz itburnundan istifadə edirik. Məsələn, sizə müraciət edənlər, bura gələn insanlar öz analizlərin cavabını verə bilərlər. Yəni baxır, burada hazır yəni məcunlar hazırlayıb verirsiniz. Bəli, hər məcun hazırlanır. Və yaxud da ki, xəstəliyi araşdırırıq və orada və onun həmin bu xəstəliklə bərabər yanaşı hansı xəstəliklər var və ona uyğun, məsələn, hər kəsə deyir ki, şəkər yüksəkdir, hamıya şablon verilir, yox, biz onu etmirik. Niyə görə? Niyə ki, həmin o xəstəlikləri nəzərə alırıq və onun uyğun hərəkətimizə addımlarımıza. Bir də mədə-bağırsaq maraqlığı olan insanlara hansı bitkiləri xeyir? Mədə-bağırsaq problemləri bu da müxtəlifdir. Mədə-bağırsaq problemlərində biz orada araşdırırıq ki, yenə də insanda parazitdən əziyyət çəkirmi, uşaqlıqdandırmı, bunun stresi varmı? Yəni bunları nəzərə alaraq yeni yanaşmamız orada fərqli olur. Elə olur ki, biz mədə-bağırsaq problemlərində deyək ki, çaytikanlı yağı çox gözəldir. Amma bir də görürsünüz ki, biz orada çaytikanlı yağı vermirik. Pankreatit var, mədə-altı vəzin, soyuq dəyməz. Yəni onda biz veririk qarışım yağı. Qarışım yağları çox gözəl nəticə alır. Mədə-bağırsaq prosesində, yəni mən aclıq otu qəbul etdim. Aclıq otu ilə mən bağırsağımı işlətdim, o düzgün deyil. Çünki niyə görə? Bağırsaq tənbəl öyrənir. Yəni biz artıq bağırsağın özünü işlətdirik. Bağırsağın işlətmək üçün başqa bir vasitə deyil. O düzgün deyil əslində qalanda. Yəni biz ancaq müalicə edib həmin problemi aradan götürdük və tövsiyələrimizi verdikdən sonra o problem aradan qalxmış olur. Şirniyyatçı olaraq burada da şirniyyatlar görürüm. Bunlar diyetik şirniyyatlardır. Bunun diyetik şirniyyatlar belə ki, hətta biz bunu şəkərli diabetdən daha çox yüksək olmayanlara veririk. Bu tahin halvasıdır. Hə, tahin də ağ küncütün. Ağ küncül. Yəni o da nəyə faydalıdır? Xolesterinin səviyyəsini aşağı salır, insanın enerji eləyir və burada üzərində də püstədir. Püstədə çox gözəl müalicəvi təsiri var onun. Təzyiqi yüksək olanlara, yəni təzyiqi qaldırmayacaq, əksinə təzyiqi tənzimləyəcək. Bunlar hamısı tahinləndir. Bəli. Məsələn, bu artıq şəkərli diabetdə biz bunu verməyəcəyik, çünki şokolad var. Amma bu kakaola olanı verə bilirik, çünki tahin özü qaraciyərin işini çox yaxşı təsir edir. Xolesterinin qarşısını alır. Həm də necə, insanı çox yeməyə qoymur. Niyə görə? Çünki biz onu qəbul edirik, doyuruq. Və bədənimiz yeni enerjiyə ehtiyacı yoxdur. Bu bizim bədənimizə enerjini təmin edir. Fərqi yoxdur, ağ tahin olsun ya. Qara fərqi yoxdur. Bu da bizdə yenə də burada ağ küncüt var, badam var, qoz var, araxis var. Yəni sırf bunun təmiz balla hazırlanmış halvasıdır. Bunlar artıq şəkərli diabetlərə olmaz. Şəkərli diabetlər üçün biz belə şeylər veririk. Yəni bu şəkərsizdir, alma, yemişan, zəncəfil, darçın. Bunlar xeyirlidir.
Xərçəng xəstələri üçün bəs burada nəsə? Xərçəng xəstələrdə mən demərəm ki, mən birbaşa xərçəngi tamamilə sağaldıram. Yox, o absolut bir şey deyil. Yəni biz orada yenə tövsiyələr olur və təbii olaraq nəyinə qidalana bilərlər və təbii olaraq hansı bitkilərdə istifadə edə bilərlər, hansı onkologiyalar. Məsəl üçün, bağırsaq onkologiyası bir başqadır, beyin onkologiyası bir başqadır. Yəni biz orada o yeni tövsiyələrimiz nə olur? Bitkilər, esensial sular, biz orada çaşır da verə bilərik, çaşırın kökündən esensial su verə bilərik, çetinə yağı verə bilərik, çetinə yağı çox gözəl təsir edir. Yəni, bir çox pasiyentlər var ki, ondan razı qalır, hətta kimya terapiya alanlar belə çox gözəl təsir olur onun, çünki orqanizmə oksigenlə təmin edir. Və biz orada yenə də deyim ki, çaşırı bütün onkologiyalarda veririk ki, o elə deyil. Və yaxud da aktiv travmanın şirəsini veririk, onu da deyim ki, bütün onkologiyalarda xeyir, o da elə deyil. Yəni, hər onkologiya növünə uyğun olaraq burada biz seçimlərimizi edirik. Səfam zəhmət olmasa bu börək daşları haqqında da məlumat verərdiniz. Yəni burada sizdən mağazada nə isə var? Börək daşlarına görə bəli var. Məsəl üçün, orada yenə də analizi verirlər. Deyirlər ki, börək daşlarına görə biz nə edə bilərik? Burada biz tövsiyəmizi yenə də veririk. Sırf çaylar, orada biz kətan yağı verə bilərik, qarışıq çay verib, daşı qovmaq, əzmək üçün və onu salmaq üçün. Yəni, orada yenə də tövsiyələrimiz olur ki, daşın düşən vaxtında biz necə hərəkət etməliyik? Yəni ki, incitmədən daşları salırıq. Və bir də burada bizim qara sarımsağımız var. Qara sarımsaq börək problemlərində çox gözəl təsir edir. Böyle belə yetişir də. Bu ağ sarımsağın fermente olunmuşudur. Yəni bu fermente elə xüsusi axratlar vasitəsilə elə bir ki, bu onun zərərli hissələri gedir, hansı ki bizim mədəmizə incitəcək. Ondan sonra daha faydalı hissəsi qalır. Bu da fermente olunmuş qara sarımsaqdır. Qan vurucu təsiri var, damar açıcıdır, ürək düşmələrində yaxşı təsir edir. Necə istifadə olunur? Gün ərzində 2 diş bizə kifayət edir. Yemək. Bəli, udmaq. Udmaq, hə. Bəli, heç yəni. Bu nədir? Bu immunitet üçün yaxşıdır. Biz bunu sözün açığı Misirdən gətirmişdik. Çaydır Xurma deyəsən. əzməsidir. Onu suyla qarışdırıb içirsən çox yaxşı hemoqlobini qaldırır. Bunu ancaq hər adam başa düşür. Bu natural sabunlardır. Lavandalı. Yəni cürəbəcür bunlar müalicəvidir. Bunlar müalicəvi sabunlardır. Olmayan, bəli, dərini incitməyən sabunlardır. Xanımlarımızın nəzərinə çatdırım ki, daha bu yağlar da semçika yağıdır da, Bu düzdür. günə baxan yağıdır, bəli. Günə baxan yağı. Günə baxan yağı Hal-hazırda da mağazada çəkilir. Bəli, bəli. Bunun soyuq sıxımda var. Mən sizə deyəcəm. Hələ bu qalanda çökür də. Bu çökəcək, bu isə artıq soyuq sıxımdır. Bu soyuq sıxım ağız yaxalamaq üçün çox yaxşıdır. Səhərlər ki, biz ağızdakı, çünki bəli, ağız bizim elə bir ki, toksin yuvamızdır. Biz gecə yatanda bütün toksinlər ağız boşluğuna olduğuna görə səhərlər bunu bir çox insana deyir ki, mən ağzımı günə baxan yağı ilə qarqara edirəm. Və orada qarqara eləyib atmaq lazımdır. Bax, bu günə baxan yağı olmuşudur, soyuq sıxılır. Amma sizin göstərdiyiniz günə baxan yağı ilə isə çox gözəl yemək pişirmək olur. Yəni, çünki o ləpədən çəkilməlidir və onun, deyim ki, o əvvəlki Sovet dövrünün olan yağı kimi qoxulu elə deyil. Çox gözəl, onu mən hətta şorbamı qatıram, şorba pişiririk, gözəl dadı var. Və burada zeytun yağlarımızdır. Bunların ikisi tündür biri açıqdır rəngləri. Bu zeytun yağı tünd olan birinci sıxımdır. Zeytun yağının özü də omega ilə zəngindir. Öd qovucu təsiri var, bağırsaqların işləməsinə kömək olur. Məsələn, mən tövsiyə edirəm, həmişə istifadə etdikdə, əgər müalicəvi eləyirsinizsə, Dərman kimi. dərman kimi, bu zeytun yağından. Birinci sıxım, Bunun bir litri də izləyicilərə nəzərinə çatdırım 25 manatdır. Bəli, Bir litri. birinci sıxım zeytun yağı, həm bunu yağ kimi də içmək olar. Biz onu axşamlar tövsiyə edirik, kefirlə qarışdırıb içməyə. Məsəl üçün, biz onu yeməyə də əlavə edə bilərik, yeməyə əlavə edə bilərik. Amma bu zeytun yağında isə yemək pişirmək üçün bu ikinci sıxımdır. İkinci sıxım biraz rəngli 18 manat onda. Bəli, 18 manat. Yemək pişirmək üçün. Bilirsiniz necə, elə bir ki, bir dəfə sıxılır, ikinci dəfə yenə sıxılır, həmin yağa belə gəlir. Amma ən müalicəvi, faydalı, salatlarda istifadə edə biləcəyimiz, içə biləcəyimiz, bax bu yağdır. Bu isə kim ki, zeytun yağını yemək pişirmək istəyir, soğan qovurmaq istəyir, bax onda bunu istifadə edə bilər.
Bu yağı soğan qovurmaq olmaz. Çünki omega tərkibli yağlarda oksidləşmə tezliyi və temperaturu yüksək olduqca artıq o zəhərləməyə daha çox Ancaq dərman kimi. Tüm rəngli olanın birinci sıkıntı. və Onu ancaq dərman kimi qəbul edilir. Yəni müalicədə var. Kim ki təbii müalicəvi bitkilər, yəni soyuq sıxım məhsullar əldə etmək istəyir, bura gələ bilər. Dükkana gələ bilər. Baxın, gördüyünüz kimi aparatlar hamısı buradadır. Günə baxan, yəni burada çəkilir. Hazır baxın təbii yağdır. Burada çəkilir və belə şüşələrə əlavə olunur. Yəni hazır vəziyyətdə də var. Belə də alıb apara bilərsiniz. Kim də istəsə, yəni oturmağa, gözləməyə yer də var. Oturun, gözləyirsiniz. Gözünüzün önündə təmiz şəkildə belə çəkilir və təqdim olunur Bir sizə. də bizə soruşurlar ki, soyuq sıxım, isti sıxım. Bu bizim isti sıxımlarımızdır. Hansı ki biz buna yemək pişiririk. Amma bu aparatlarda isə bu soyuq sıxım aparatıdır. Yəni burada toxum temperatura məruz qalmır. Və biz müalicəvi yağlar Soyuq halda sıxılır. mütləq deyirlər ki, yox, bu aparat özü soyuq sıxımdır, siz düz demirsiniz, insanları aladırsınız. Gəlin özünüz üzərinizə vurun. İstidir, qaynardır. Amma bunun sıxımda isə heç bir temperatur olmur. Soyuq. Və eyni zamanda deyirlər ki, biz bunun temperaturunu aldıq, yəni bu belə bizə yağ verəcək. Elə hər bitki onu eləmir, hər toxum onu eləmir və eyni zamanda bu yenə də orada bir ət çəkən maşına necə ki, əti çəkəndə görürsünüz, isti təhər çıxır. Yəni yenə də az da olsa temperatura məruz qalır. Amma bu aparatlarda qətiyyən Soyuq sıxımdır. soyuq sıxımda qətiyyən temperatura məruz qalmır və biz kətan yağıdır, çəsənə yağıdır. Hamısı burada çəkilir. Yəni Bəli, soyuq bəli. sıxımlar o aparatlarda. Biz alaqanqal yağını belə, bütün yağları biz buradan soyuq sıxım edirik. Yəni çox gözəl də nəticələrimiz var çünki olarak. Bu da küncüt əzməsidir, ağ küncütün əzməsi. Bu da dəyirmandır, yəni burada görürsünüz. Bu daş dəyirmandan küncütün əzməsi, yəni küncütü əzmək üçün bir çox adamlar tahin almaq üçün başqa aparatlar var. Məsəl üçün mən burada yerim ki, temperatura məruz qalır. Toxum. Amma bax görürsünüz, daş dəyirman bizim evdə təbii üsulla. Bunu bizə Elşən müəllim sifariş verdi. Yəni ki, biz istəyirik ki, hər şeyin daha təbiisini, orqanikliğini qorumaq üçün də. Və biz burada küncütü bura əlavə edirik. Və burada bizim belə formada çox gözəl, baxın necə qaymaq kimi də deyək. Qaymaq kimi tahinini əmələ gəlir. Həm ağ tahildə, ağ küncütü çəkmək olur, qara da, fərqi yoxdur. Bəli. Hansından istəsə, bura əlavə olunur, buradan çəkilir və küncüt əzməsi buradan çıxır. Yəni burada da yeni heç bir temperatur yoxdur. Yox, soyuq. Bəli. Yəni Soyuq sıxım dedim də buna. bu da yəni ona görə də bu həmin tahinin həm qiyməti, həm keyfiyyəti digərlərinə qat-qat üstün olur. Məsələn, xan, bunlar nədir? Bizim həmin dediyim kimi o deyirəm, qaraciyər müalicəsində, hansı onkoloji müalicələrdə bitkilərin esensial sularıdır. Yəni bitkilərin buxarlanma ilə alınan sularıdır, distillə olunmuş suyudur. Yəni həmin bu bitki, burada var çoban yastığı var, dəmir tikan var, nanə gövhər var, kalendula gülünbahar bitkisidir. Yəni indi burada biraz çeşidlər azdır. Amma yəni bir çox çeşidlər olacaq və yaxud da vəziyyətdən asılı olaraq bizə də danışım formaları var. Yəni bitkilərin esensial suyu və danışımı elə deyil. Antistressimiz orada bir çox bitkilərin, yəni bir neçə bitkinin qarışımıdır və o bizə təsir edir yuxusuzluqda, yəni depressiv halda gərginliyi götürmək üçün biz onları istifadə edirik. Sonda Nisə xanıma da öz təşəkkürümü bildirdim ki, sağ olsun ki, vaxt ayırıb izləyicilərimiz üçün məlumat verdi. Kim ki, təbii qarışımlarla, otlarla müalicə olunmaq istəyirsə, buyurub Henna dükanına və Nisə xanımın yanına gələ bilər. Ünvanı da dəqiqliklə sizə göstərirəm. Bakıxanovda, yəni Bakıxanov stansiyasında Stimul Hospital tərəfdən gələndə solda 310 nömrəli məktəbdir. Sağda isə gördüyünüz kimi Sabunçu su idarəsi yerləşir. Sabunçu su idarəsini keçəndən sonra isə qarşıda 5 mərtəbəli bina görəcəksiniz. Baxın, 5 mərtəbəli binadır. Həmin bu 5 mərtəbəli binanın birinci mərtəbəsində Henna Şərq nemətləri yerləşir.
Kim istəsə buyurub gələ bilər. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə.